Cəmiyyətə uyğunlaşa bilməyənlər. Cəmiyyətə uyğunlaşa bilməyənlərin xəyal qırıqlığı müxtəlif dərəcələrdə ola bilər. Bunlardan birincisi, müvəqqəti olaraq cəmiyyətə uyğunlaşa bilməyənlərdir ki, bu sinifə də daxildir. Həyatda yerini tapa bilməyib, amma hələ tapa biləcəyinə ümid edənlər. Yeniyetməlik dövründə olan gənclər, iş tapa bilməyən ali məktəb məzunları, müharibə veteranları, təzə emigrantlar və buna oxşar misallar. Bu insanlar narahatdırlar, məmnun deyirlər və məqsədlərinə çatana qədər ən gözəl illərinin məhv olacağından qorxurlar. Bunlar kütlə hərəkatının aldadıcı çağırışlarına meyilli olsalar da çox vaxt etibarlı tərəfdar olmazlar. Çünki belələri öz kimliklərindən geri dönməyəcək qədər uzaqlaşmayıblar və vəziyyətlərini bir o qədər çarəsiz hesab etməzlər. Bu insanlar üçün məqsəd və ümidi olan müstəqil bir insan fikrini mənimsəmək asandır. Ən kiçik bir irəliləyiş və uğur əlaməti bu insanları özləri və dünya ilə barışdırır. Müharibə veteranlarının kütlə hərəkatlarındakı rolu haqqında maddə 35-də danışmışdıq. Milli ordular tərəfindən aparılan uzun müddətli müharibələrdən sonra istər qalib, istər məğlub olan tərəfdə sosial gərginlik dövrü başlayır. Bunun səbəbi nə müharibənin yaratdığı vəhşət, zorakılığa meylinin qalması, nə də insan resurslarının və maddi varlıqların belə böyük ölçüdə, özü də nahaq yerə xərclənməsinin qarşısını ala bilməyən sosial quruluşu olan etibarsızlıqdır. Əsl səbəb milli ordulara qoşulan milyonlarla insanın uzun müddət mülki həyatdan uzaq qalmasıdır. Mülki həyata qayıdan veteranlar müharibədən əvvəlki həyat ritminə yenidən dönə bilməməyin çətinliyi ilə qarşılaşırlar. Sülh və ailə mühitinə yenidən uyğunlaşmaq çətin başa gəlir. Belə şəraitdə ölkə müvəqqəti olaraq cəmiyyətə uyğunlaşa bilməyənlərlə dolmağa başlayır. Belə çıxır ki, oturmuş bir quruluş üçün müharibədən sülhə keçid, sülhdən müharibəyə keçiddən daha təhlükəli olur. Cəmiyyətə heç vaxt uyğunlaşa bilməyənlər o insanlardılar ki, ya istedadlarının azlığından, ya da fiziki və zehni qüsurları ucbatından bütün varlıqları ilə həyata keçirmək istədikləri bir işin öhdəsindən gələ bilmirlər. Nə qədər böyük olsa belə, başqa sahələrdəki uğurları onları qane etmir. İstənilən işi bütün varlıqları ilə başlasalar da əldə etdikləri nəticədən məmnun olmur və dayana bilmirlər. Onların hərəkəti göstərir ki, istəmədiyimiz bir şeyi əldə edəndə də yenə nəsə çatmır və özümüzdən qaçmaq istəyimiz qədər heç nədən belə sürətlə uzağa qaça bilmərik. Cəmiyyətə heç vaxt uyğunlaşa bilməyən insanlar çarəni özlərindən qaçmaqda görürlər və adətən bunun yolunu bir kütlə hərəkatının qapalı kollektivi içində özlərini əritməkdə tapırlar. Fərdi arzularından, fikirlərindən və istəklərindən imtina edib, bütün gücünü ölməz bir amala çevirməklə onlar çarx içində qaçan dələ kimi heç cür məmnun olmamaqdan canlarını qurtarırlar. Xəyal qırıqlığına uğramış insanlar arasında ən çarəsiz vəziyyətdə olanlar, dolayısıyla ən hərəkətli olanlar, yaradıcı işlərdə uğursuzluq əldə edənlərdir. Əsər yazmaq, rəsm çəkmək, musiqi bəstələmək və s. Bu sahələrdə uğursuz cəhdlərə imza atanlar, əvvəlki ilhamları qalmayanlar belə dəhşətli bir ehtirasın pəncəsinə keçirlər. Şöhrət, güc, pul, hətta digər sahələrdə qazandıqları böyük uğurlar belə bu insanların ehtiraslarını soyutmur. Hətta müqəddəs bir amala bütün qəlbləri ilə bağlansalar belə heç vaxt məmnun olmurlar. Belələrinin ehtirası heç vaxt tükənmir və beləliklə bağlandıqları müqəddəs amalın ən ifrat tərəfdarına çevrilirlər. İfrat egoistlər üçün xəyal qırıqlığı ən xarakterik xüsusiyyətdir. Bir insan nə qədər egoistdirsə, narazılığı da o qədər şiddətlidir. Ən alovlu fanatiklər adətən anadan gəlmə qüsuru olan və ya ətraf mühitin təsiri ilə özünə inam hissini itirmiş egoistlərdir. Bu insanlar egoizmlərini öz uğursuz mənindən ayırıb, onu mexanizm kimi müqəddəs bir amalın xidmətinə verirlər. Hətta əldə etdikləri inam, sevgi və təvazökarlıq ehtiva eləsə belə, onlar üçün sevmək və təvazökar olmaq mümkünsüzdür.